Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Qarabağ komandası liqa mərhələsinin üçün mübarizə aparır. Çempionlar Liqasında playoff mərhələsində Ferencvaroş səddini keçsə növbəti rəqibimiz kim olacaq? Keçməsə növbəti rəqiblərimiz kim olacaq? Bu barədə məlumat verəcəm dəyərli dostlar. Olduqca maraqlı video sizi gözləyir. Qarabağ komandası da artıq Ferencvaroşla oyunların astanasındadır. Belə ki, dəyərli dostlar, növbəti rəqiblərimizi bilmək istəyirsinizsə, videonu sona qədər izləyin, videonu bəyənin və şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Mən isə məlumatları sizin nəzərinizə çatdırım. Belə ki, sualımız belədir. Qarabağ komandası liqa mərhələsinə, Çempionlar Liqasına, liqa mərhələsinə yüksəlsə rəqibləri kimlərdir? Yüksələ bilməsə, Avropa Liqasına yuvarlansa, o zaman rəqibləri hansı komandalar olacaq? Az sonra bu barədə məlumat alacaqsınız. Təbii ki, sona qədər izləsiniz. Bəli, beləliklə Qarabağ komandası, dəyərli dostlar, çox möhtəşəm komandalarla qarşılaşacaq. Əgər Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməyi bacarırsa, inşallah ki, bacaracaq. Burada kimlər var? Real Madrid, Union Real, Sant Gallios, Sporting, PSG, Monaco, Borussia Dortmund, Frankfurt Eintracht, Bayer Leverkusen, Bavaria, Barcelona, Athletic Bilbao, Atletico Madrid, bunun əlavə Napoli, Juventus, Inter Milan, Atalanta, Manchester City, Liverpool, Chelsea, Arsenal, Ajax. Gördüğünüz kimi dünyanın en güclü 25 komandasının adını çəkdim. Bundan əlavə hal-hazırda liqa mərhələsinə üçün mübarizə aparan, playoff mərhələsində mübarizə aparan 14 komandadan 7'si də liqa mərhələsinə qalxa bilər ki, bunlardan biri də məhz Qarabağ komandasıdır dəyərli dostlar. Qarabağ komandasının və rəqibi Ferencvaroş çıxsaq, digər cütlüklər də məhz Qarabağın liqa mərhələsində potensial rəqibi sayılır. Bunlar hansılardır? Crvena Zvezda Pafos cütünün qalibi, Bodo Glimt Sturm Graz cütünün qalibi, Celtic Kairat cütünün qalibi, Basel Malmö Kopenhagen cütünün qalibi. Burada səhv eləmirəmsə Kopenhagen qalib olmuşdu. Fenerbahçe Benfica cütünün qalibi, Rangers Klub Brügge cütünün qalibi məhz Qarabağın potensial rəqibləri siyahısındadır. Gördüyünüz kimi möhtəşəm komandalar var. Həqiqətən Real Madrid, Barcelona, Bavaria, Manchester City, Liverpool, Chelsea, Arsenal, yəni Atletico Madrid, Inter Milan ümumiyyətlə möhtəşəm dünyanın ən güclü klubları ilə rəqib ola bilər və bu komandalar, adlarını saydığım komandaların 8'i ilə Qarabağ komandası rəqib olacaq ki, onun 4'ü ilə məhz Bakıda görüş keçirilə bilər. Qarabağ Barcelona'nı, Real Madrid'i, Manchester City, Liverpool və digər güclü komandaları Bakıya gətirə bilər dəyərli dostlar. Bu il məhz Tofiq Bəhrimovadın Respublika stadionunda belə komandalar görə bilərik. Sadəcə Ferencvaroş səddini keçmək lazımdır. Bugün Ferencvaroşla saat 23:00-da Qromopa arenada 22.000 rəqib azarkeşi qarşısında Qarabağ sınağa çıxacaq. Bir həftə sonra, daha doğrusu 8 gün sonra, ayın 27'sində Tofiq Bəhrimovadın Respublika stadionunda Qarabağ komandası cavab görüşünə çıxacaq. Ümid edirəm ki, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksələn tərəf biz olarıq. Amma bir şər deməsən xeyri gəlməz. Birdən Qarabağ komandası Ferencvaroş səddini keçə bilməsə nə baş verəcək? Bu barədə də məlumat verim. Hər halda məlumatlı olmağınız yaxşıdır. Belə ki, Avropa Liqasında mübarizə aparmağa davam edəcək əgər Qarabağ komandası Ferencvaroş səddini keçə bilməsə. Avropa Liqasında liqa mərhələsində Qarabağı hansı rəqiblər gözləyir? Bu barədə sizlərə məlumat verəcəm. Dəyərli izləyicilər, Avropa Liqasında liqa mərhələsində Qarabağın potensial rəqibləri bəs kimdir? Yəni Ferencvaroş səddini keçmədiyi halda Qarabağ komandası adlarını indi sayacağım komandaların biri ilə yox, daha doğrusu 8'i ilə rəqib olacaq. Aston Villa, Bologna, Celta, Freiburg, Dinamo Zagreb daha doğrusu, Wexford Eagles, Lille, Lyon, Nottingham Forest, Porto, Real Betis, Roma və Stuttgart. Gördüğünüz kimi çox möhtəşəm komandalar var. Bundan əlavə Avropa Liqasının playoff mərhələsində hal-hazırda mübarizə aparıb liqa mərhələsinə yüksəlmək istəyən komandalar da Qarabağın potensial rəqibləridir dəyərli dostlar. Belə ki, Aberdeen, AEK Larnaka, Bran, Braga, Dinamo Kiev, Steaua Buxarest, Genk, Kups, Red Imps, Lincoln Red Imps hansı ki
Qarabağın birinci dəfə rəqibi olub və Qarabağ böyük hesabla qələbə qazanıb. Lech Poznan, Ludogorets, Maccabi Tel Aviv, Malmö, Midtjylland, Panathinaikos, PAOK, Rijeka, Bratislava, Samsunspor, Skandia, Sigma, Olimpik, Utrecht, Young Boys və Zrinski Mostar komandaları məhz Qarabağ komandasının Avropa Liqasına yuvarlandığı halda potensial rəqibləri siyahısındadır. Çünki onlar da play-offda mübarizə aparırlar. Dəyərli dostlar, artıq sizə bəllidir ki, Qarabağ komandası Çempionlar Liqasında yoluna davam eləsə, liqa mərhələsinə yüksəlsə, hansı komandaları Bakıya gətirəcək və hansı komandalarla rəqib ola biləcək? Eyni zamanda, əgər Ferencvaroş səddini keçə bilməsə, təbii ki, bu arzu olunan deyil, keçə bilməsə, o zaman Avropa Liqasında hansı komandalar rəqib olacaq, artıq bu da sizlərə bəllidir. Belə maraqlı məlumatları tez və hər kəsdən tez və vaxtında öyrənmək istəyirsinizsə, kanalımıza abunə olub bildirişi açıq tutmağı unutmayın. Həmçinin zəhmətimizə dəyər vermək üçün videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı da unutmayın. Mən isə sizin xidmətinizdəyəm. Növbəti videoda görüşmək ümidi ilə deməzdən öncə hər birinizə təşəkkür edirəm. Bura qədər izlədiyiniz üçün. Nə yaxşı ki, siz varsınız.